Şagirdlər, bugünkü dərsimizdə bərk cisimlər və mayelərin xassələrinə aid nümunə sualların izahına baxacağıq. Birinci sualımızdan başlayaq. Deyir ki, məftilin A nöqtəsinə və sapın B nöqtəsinə təsir edən səthi gəlmə qüvvəsi necə yönəlmişdir? Səthi gəlmə qüvvəsi səthi boyunca yönəlib səthi kiçiltməyə çalışır. Yəni, bütün istiqamətlərdən mərkəzə doğru yönələrək səthi kiçiltməyə çalışan qüvvəyə deyilir. Ona görə də B nöqtəsində yuxarı, A nöqtəsində aşağı doğru yönəlmiş olacaq. Doğru cavabımız A nöqtəsində aşağı, B nöqtəsində yuxarı, B variantıdır. Sonra radiusu 5 cm 10 qram kütləli dairə şəkilli lövhəni isladan mayenin səthindən ayırmaq üçün tətbiq edilən qüvvə. Bir, cismi səthə doğru çəkməyə çalışan səthi gəlmə qüvvəsi mövcuddur. Bir də o şüşənin ağırlıq qüvvəsi mövcuddur. Və səthi gəlmə qüvvəsi dairə şəkilli olduğuna görə 2πr sigma üstə gəlinsin mg düsturundan istifadə edəcək. Bərabərdir. 2 vur, 3 vur, erimiz 5 cm-dir, 10 üstü mənfi 2 vurulsun. Sigmamız da 4 vurulsun, 10 üstü mənfi 2-dir. Üstə gəlinsin, emimiz 10 vurulsun, 10 üstü mənfi 3 vurulsun, 10-dur. Bu eləyər bizdən ötürü 112 vurulsun, 10 üstü mənfi 3. Bu da 112 milli Newton edir. Doğru cavabımız 112 milli Newtondur. Növbəti sualımız 2πr sigma bölünsün J. 2πr sigma bölünsün J. 2πr sigma F səthi gəlinmə qüvvəsidir, bölünsün J. Səthi gəlinmə qüvvəsi ağırlığa bərabər olduğu üçün buradan alacaq biz kütlə. Yəni kapilyar borda qalxan mayenin kütləsini verir bizə. Sonra 2 sigma bölünsün R. Laplace təzyiqi var. H-ın düsturunu 2 sigma bölünsün rho J R yazıb hər tərəfi rho J vursaq, rho J H bizdən ötürü təzyiq olar. O da 2 sigma bölünsün R ifadəsinə bərabərdir. Laplace təzyiqi doğru cavabımız D variantıdır. Növbəti sualımız daxili diametri 0,4 mm olan kapilyar borda qalxan mayenin çəkisi 36 mikronewton olmuşdur. Mayenin səthi gəlmə əmsalını hesablayın. Səthi gəlmə qüvvəsi çəkiyə bərabərdir. Bu da bizdən ötürü pi-d sigmadır. Bizə lazımdır səthi gərilmə əmsalını, yəni sigmanı tapmaq. O da P bölünsün pi-d ifadəsini verir bizə. Yəni 36 vurulsun 10 üstü mənfi 6 bölünsün 3 vurulsun 4 vurulsun 10 üstü mənfi 4. Bu da bizdən ötürü 0,3 Newton bölünsün metr edir. Doğru cavab B variantıdır. Növbəti sualımız şaquli istiqamətdə yönəlmiş 9 metr/saniyə kvadrat təzyiqlə hərəkət edən liftin kabinəsində isladan mayeli kapilyar boru şaquli vəziyyətdədir. Lift dayanarkən boruda qalxan mayenin hündürlüyü. Deməli H1 bizdən ötürü 2 sigma bölünsün rho J plus A vurulsun R'dir. H2'miz isə 2 sigma bölünsün rho J R'dir. Dayandığı üçün təcil yoxdur. İndi bizdən ötürü H2 bölünsün H1 və ya da H1 bölünsün H2 ifadəsini tapsaq, nə edərik biz? Deməli, J'nin J plus A-ya nisbəti. Yəni 10 bölünsün 19. Bu da H2 bölü H1 bərabər olar 19 bölünsün 10'a. O da eləyir 1,9. Yəni 1,9 dəfə nə edər? Artar. Doğru cavabımız 1,9 dəfə artar. Növbəti sual. Kapilyar borda qalxan mayenin çəkisi. Kapilyar borda qalxan mayenin çəkisini yazacağıq 2πr sigma. Qalxan mayenin hündürlüyünü isə yazacağıq 2 sigma bölünsün rho J R. Səthi gərilmə əmsalı ilə düz mütənasibdir. Bu hər ikisinə aiddir. Borunun radiusu ilə tərs mütənasibdir, aiddir hündürlüyə. Mayenin sıxlığı ilə tərs mütənasibdir, aiddir hündürlüyə. Sonra borunun radiusu ilə düz mütənasibdir, aiddir çəkiyə. Qravitasiya sahəsi intensivliyi ilə tərs mütənasibdir, aiddir hündürlüyə. Vəssalam 2, 3, 5, 1. Doğru cavabımız daha doğrusu 2'ye B variantı. Göstərirəm. 1 hər ikisinə aiddir, 2, 3, 5 ikinciyə aiddir, 4 də birinciyə aiddir. Doğru cavabımız B variantıdır. Gəldik növbəti suala. Kapilyar borda qalxan mayenin hündürlükləri üçün münasibətlərdən hansı doğrudur? Yəni mən H-ın düsturunu yazacağım 2 sigma bölünsün rho J R. Gördüyümüz kimi bizim H-ımız R-lə tərs asılıdır. Sahəni isə πr kvadrat yazarıq.
Buradan eri tapsaq kök altında S bölünsün pi ifadəsini alarıq. Yəni radiusumuz kök altında S ilə düz asılıdır. Ona görə də hündürlüyümüz kök altında S ilə tərs mütənasib asılı olacaq. Yəni H1 böl H2 bərabərdir kök altında S2 böl S1. O eləyər 2. Onda H1 bərabər olar 2H2'ye. H1 2H2'ye bərabərdir. Doğru cavabımız A variantıdır. Növbəti sual. Radiusu 2R olan kapilyar borda qalxan mayenin çəkisi 2 Newton olarsa, həmin materialdan hazırlanmış R radiusu kapilyar borda qalxan mayenin çəkisi. Mayenin çəkisi 2 πr sigmadır. Yəni radiusdan necə asılıdır? Düz asılıdır. Yəni P1 böl P2 bərabərdir R1 böl R2. P1'imiz 2'dir. P2'ni bilmirik. R1 2R'dir. R2'miz R'dir. Onda P2 bərabərdir. 2 böl 2 eləyər 1 Newton. Doğru cevabımız 1 Newtondur. Növbəti sual. Borulardan biri dairəvi, biri də kvadrat şəkillidir. Dairəvi şəkildə H-ımızın düsturu olacaq 2 sigma bölünsün rho r. Kvadrat şəkildə də olacaq 4 sigma bölünsün rho a. Amma bizə deyir ki, A radiusa bərabərdir. Ona görə də mən bu düsturu belə yaza bilərəm. 4 sigma bölünsün rho r yaza bilərəm. Yəni sürətlə necə asılı olacaq? Düz asılı olacaq. Yəni H1 böl H2 bərabərdir 2 sigma bölünsün 4 sigma. O da eləyər 2'dən 1. Oturacaq. Deyir ki, H1 oturacaq. Kvadrat olan şişə və orada qalxan suyun hündürlüyü isə H2'dir. Nisbətini hesablayın. Belədir 2'dən 1. H2 böl H1 də istəsən yazacağıq 2. Növbəti sualımız. Maddə hansı aqreqat halında olduqda onun həcmini və formasını dəyişmək çox çətindir. O qaz halındadır. Ona görə doğru cavabımız olacaq yalnız 3. Məftildən asılmış yükün kütləsini dəyişmədən onun en kəsiyinin diametrini 5 dəfə azaltdıqda məftilə düşən mexaniki gərginlik necə dəyişər? Mexaniki gərginliyimiz sigma bərabərdir F bölü S'dir. Mən bunu mg bölünsün 4 mg bölünsün pi d kvadrat yaza bilərəm. Diametri 5 dəfə azaltmışıqsa, onda sigmamız 25 dəfə artar. Olacaq doğru cavabımız E variantı. Çünki diametrin kvadratından tərs mütənasib asılıdır. Deformasiya etdirici qüvvənin modulu hansı ifadə ilə təyin olunur? F'imiz K delta L'dir. K'nın yerinə də YS bölünsün L0 yaza bilərik. Vurulsun delta L. Doğru cavabımız olacaq C variantı. YS bölünsün L0 hansı ifadədir? K'mıza bərabərdir. Çünki K'nın düsturu YS bölünsün L0'dır. Növdən, en kəsin sahəsindən və başlanğıc uzunluqdan asılıdır. Çubuğun sərtliyi B variantı olacaq doğru cavabımız. Sabit qüvvənin təsiri ilə məftildə yaranan mexaniki gərginliyin məftilin en kəsin sahəsindən asılıq qrafiki hansıdır? Sigma bərabərdir mg bölünsün S düsturuna əsasən S ilə tərs mütənasib asılıdır mexaniki gərginliyimiz. Əgər qüvvəni sabit saxlasaq. Elastik deformasiya olmuş çubuqda mexanik gərginliyin nisbi uzanmadan asılılıq qrafiki hansıdır? Nisbi uzanmadan kiçik deformasiyalar üçün Hooke qanunu Y vurulsun epsilon ifadəsinə görə düz mütənasiblik götürəcəyik. Young modulunun BC-də vahidi. Young modulunun vahidi 1 paskaldır. O bizdən ötürü 1 Newton bölünsün metr kvadratıdır. Əsas vahidlərindən də ifadəsi olacaq kilogram bölünsün metr vurulsun saniyə kvadratı. Doğru cavabımız olacaq B variantı. Monokristal cisimlər üçün hansı ifadə doğrudur? Müəyyən temperaturda əleyir doğrudur. Temperatur intervalı amorflara aiddir. Fiziki xassələr müxtəlif istiqamətdə eyni olur. Xeyr. Fiziki xassələr müxtəlif istiqamətdə müxtəlif olur. Çünki anizotropdur. Xassələr istiqamətdən asılıdır. 1-4 doğru cavabımız B variantıdır. Növbəti sualımız eyni materialdan hazırlanmış hansı çubuğun sərtliyi ən böyükdür? Sərtliyin düsturunu yazırıq. Y S bölünsün L0. Eyni materialdan hazırlanıb Y sabitdir. Biz baxacağıq S və L0'a. Sərtliyi ən böyükdür isə S maksimum, L isə minimum olan variantı götürəcəyik. S'imiz maksimum, L'imiz minimum olan variantımız Y variantıdır. Doğru cavab Y'dir. 47. sual. Uzunluğu L0 en kəsiyin diametri D olan məftilin mütləq uzanması delta L olarsa məftildə yaranan qüvvənin modulu. Qüvvəmiz F bərabərdir K delta L'dir. K'nın yerinə Y S bölünsün L0 vurulsun delta L yazacağıq.
S-in də yerinə nə yaza bilərik? Pi d kvadrat bölünsün 4 yaza bilərik. Vurulsun 4L, vurulsun Y də var. Olacaq pi d kvadrat Y delta'yı bölünsün 4L0 B variantı. Növbəti sualımız diametri 1 mm olan mis məftili gələn qüvvə 186 Newton'a çatdıqda məftil qırılır. Məftil möhkəmlik həddi. Möhkəmlik həddimiz F bölünsün S'dir. Bunu da biz 4F bölünsün pi d kvadratı yaza bilərik. Bərabərdir. 4 vurulsun 186 bölünsün 3 vurulsun neçə eləyəcək? 1 millimetrdə 10 üstü mənfi 6. Məsələn, deməli 3'ə ixtisar eləsək, burada qalar 62. 62'ni 4'ə vursaq 248 megapaskal. Doğru cavabımız E variantıdır. Növbəti sual. Asılmış yükün kütləsini dəyişmədə məftilin eyni materialdan hazırlanmış və en kəsin sahəsi 4 dəfə böyük olan məftilə əvəz etdikdə məftilə yanında mexaniki gərginlik. Mexaniki gərginliyimiz F bölünsün S-dir. Kütləni dəyişmirik. S ilə sigmamız tərs asılıdır. Sahəni 4 dəfə artırsaq 4 dəfə azalar mexaniki gərginliyimiz. Doğru cavab C variantı. Sərtlik əmsalı K bərabərdir YS bölünsün L0'dır. S'in yerinə pi d kvadratı bölünsün 4 yazsaq, sərtliyimiz D ilə kvadratik düz asılı olacaq. Doğru cavab B variantıdır. Növbəti sualımız. Baxın, başlanğıc uzunluqlar verir və radiuslar verir. Nisbi uzanmamızın asılı olduğu düstur F bölünsün YS'dir. Yəni F'dən, S'dən və növdən asılıdır. S isə pi r kvadrat yazası olsaq, onda radiusdan kvadrat. Ona epsilon 1 bölünsün epsilon 2 bərabərdir. R2'nin kvadratı bölünsün R1'in kvadratı. O da bərabərdir. R1'in yerinə 2 R2 yazsaq 4'də 1 eləyər. Epsilon 2 bərabərdir. 4 epsilon 1 ifadəsini alarıq. Doğru cavabımız E variantıdır. Növbəti sualımız. Məftilin nisbi uzanmasının deformasiya edici qüvvənin modulundan asılı qrafiki verilmişdir. Məftilin en kəsin sahəsini hesablayın. Nisbi uzanmanın düsturunu yazacağıq. F bölünsün YS. Onda S'imiz bərabər olacaq. F bölünsün epsilon Y. O da bərabərdir. F'i 120 götürəcəyik. Epsilonumuz onda 1,5 vurulsun 10 üstü mənfi 4 olar. Yung modulda 2 vurulsun 10 üstü 11'dir. Bu 3 ixtisar olunca burada qalacaq 40. 10 üstü 7 burada qaldı. Eləcə 10 üstü mənfi 6. 4 vurulsun 10 üstü mənfi 6 kvadrat metr. Bunu da biz 4 millimetr kvadrat yaza bilərik. Doğru cavabımız B variantıdır. Növbəti sual. Uzunluğu L0,6 metr olan məftilin mütləq uzanmasının deformasiya edici qüvvənin modulundan asılı qrafiki verilmişdir. Məftilin en kəsin sahəsini hesablayın. F'imizin düsturu bizdən ötürü K delta L'dir. Bunu isə biz YS vurulsun delta L bölünsün L0 yaza bilərik. Bizdən nə istəyir? S istəyir. S də bərabərdir. F vurulsun L0 bölünsün Y delta L. Bərabərdir. F'i 70 götürəcəyik. L0 bizə 6 verib. Yung modulumuz 70 vurulsun 10 üstü 9'dur. Vurulsun delta L'imiz nə qədərdir? 1,5. 70'lər ixtisar olunar. Bundan ixtisar olunsa 2. Burada da qalar 0,5. 5'də 4 millimetr kvadrat olacaq. Doğru cavabımız. Gəldik növbəti suala. Eyni materialdan hazırlanmış nümunələrin mütləq uzanmalar arasında hansı münasibət doğrudur? Mütləq uzanmanın düsturu F bölünsün K'dır. K'nın da yerinə L0, YS bölünsün L0 yazsaq olacaq ifadəmiz belə. Yəni delta L L0 ilə düz, S ilə tərs asılıdır. İndi diqqət eləyək, F sabitdir. L0'ı da 2 dəfə artırıb, S'i də 2 dəfə artırıb. Nəticədə delta L'imiz dəyişmir. Ona görə delta L1 bərabər delta L2 ifadəsini almış olaraq. Doğru cavabımız A variantıdır. Növbəti sual. En kəsiklərinin sahəsi S2, 2S1 olan eyni materialdan hazırlanmış nümunələrin mexaniki gərginliklərini müqayisə edin. Mexaniki gərginliyimiz sigma bərabərdir mg bölünsün S'dir. Baxırıq ki, mg'lərimiz eynidir.
Ona görə də biz S-ə baxacağıq. Yəni sigma 1 bölünsün sigma 2 bərabərdir. S2 bölünsün S1. O da bərabərdir. S2-nin yerinə 2S1 yaza bilərik. Yer 2. Sigma 1 bərabərdir 2 sigma 2. Doğru cavabımız E variantıdır. Növbəti sual. Eyni materialdan hazırlanmış məftillər verilmişdir. Birinci məftilin sərtliyi K olarsa, ikinci məftilin sərtliyini hesablayın. Deməli, radiuslar verib və uzunluqlar verib. Birinci məftildə K-nı belə yazıram. K1 bərabərdir. Y vurulsun pi R1-in kvadratı bölünsün L01. Yəni, bu məndən ötürü belə olacaq. Pi R kvadrat Y bölünsün L0-ın yerinə 2L yazacağım. 2L0. Bu məndən ötürü K-ya bərabərdir. Yəni, mən pi R kvadratı Y bölünsün L0-a 2K deyə bilərəm. 2-yə vurdum hər tərəf. Yəni, harada bu ifadəni görsəm 2K deyəcəm. Gəlirəm ikinciyə. K2 bərabərdir. Yazıram. Pi R2-nin kvadratı Y bölünsün L0 2 bərabərdir. R-in yerinə 2R yazacaq. Olacaq 4 pi R kvadratı Y bölünsün L0. L0'ımız da L-ə bərabərdir. Bu ifadə bizdən ötürü 2K idi. Olacaq 4 vurulsun 2K eləcək 8K. Doğru cavabımız A variantıdır. Növbəti sualımız 3,6 10 üstü 5 joule istilik miqdarı sərf etməklə ərimə temperaturu nə qədər isə əritmək olar. Kütləmiz M bərabərdir. Q bölünsün lambda düsturuna əsasən hesablanır. 3,6 10 üstü 5 bölünsün 180 vurulsun 10 üstü 3. Bu da eləyir bizdən ötürü 2 kilogram. Doğru cavabımız B variantıdır. Növbəti sual fiziki hadisələrdən hansında maddənin aqrət halının dəyişməsi baş verir? Qüvvənin təsiri ilə cisim təcil alır, naqil elektrik yükü verilir, işıq şüası gücünə əks olunur, ideal qaz izotermik sıvı qabdakı su donur. Sadəcə donma zamanı aqreqat hal dəyişir. Qabda 0 dərəcə Celsius temperaturda olan buzlu su qızdırılır. Suyun temperaturu zamandan asılılıq qrafikləri hansı bu prosesə uyğundur? Ətraf mühit istilik müadiləsi nəzərə alınmaz, qızdırıcının gücü sabitdir. Deməli, su 0 dərəcə Celsiusdir. Su qızdıqca sudakı enerji veriləcək buza. Buz əriyənə qədər bizim temperaturumuz dəyişməyəcək. Ona görə də bizim temperaturumuz buzun əriməsi başlayana qədər 0 olaraq qalacaq. Sonra buz əriməyə başladıqdan sonra artıq başlayacaq su temperaturumuz artmağa. Doğru cavabımız olacaq B variantı. Çünki ərimə temperaturu dəyişmir. Sonra 48-ci sual. Kütləsi 0,2 kg olan suyun buza çevrilməsi prosesi zamanı onun temperaturu zamanı asılı qrafik verilmişdir. 20 dəqiqə müddətində ayrılan istilik miqdarını hesablayın. Deməli, əvvəlcə su soyuyacaq, sonra su donacaq. Ona görə də bizdə ayrılan istilik miqdarı Cm delta T üstə gəlsin lambda M qədərdir. Bərabərdir. C'miz 4 vurulsun 10 üstü 3 vurulsun kütləmiz 0,2'dir. Vurulsun delta T'miz 20'dir. Üstə gəlsin lambdamız 350 vurulsun 10 üstü 3'dür. Vurulsun kütləmiz 0,2'dir. Bərabərdir. Bu eləyər 16 vurulsun 10 üstü 3. Üstə gəlinsin bu da eləyər 70 vurulsun 10 üstü 3. Bərabərdir. 86 vurulsun 10 üstü 3. O da eləyər 86 kilojoule. Doğru cavabımız 86 kilojoule enerji ayrılar. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Digər dərslərimizin izahı da gələcək. Bəyənin, paylaşın. Hansı sualların izahını istəsəniz şərh bölməsinə yaza bilərsiniz. Sağ olun.